Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gəncə şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini 1994-cü il təvəllüdlü Cəvahir Dəmirçiyevanın sürücüsü olduğu Chevrolet markalı minik avtomobili hərəkətdə olarkən 2009-cu il təvəllüdlü Yusif Babayevin idarə etdiyi mopedlə toqquşub. Qəza zamanı ağır xəsarətlər alan moped sürücüsü dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə həyatını itirən yeniyetmə kuryer fəaliyyəti ilə məşğul olub. Yusif Babayevin meyiti müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Müayinə başa çatdıqdan sonra meyit ailəsinə təqdim olunub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.